Ezan dinmez diyen, bayrak inmez diyen, şehit ölmez diyen birileri var, birileri var. Şehitler ölmez, ölmez, şehitler ölmez, şehitler ölmez, ölmez, şehitler ölmez. Bütün şəkillərin buradadır. Ailə tablosu deyək də, o formada. Övladı, ailəsi, böyükləri, ata-anası, hər biri. Verilən medalların knişkalarıdır. Və namaz qılan olub, rəhmətlik. Döyüş vaxtı işlətdiyi telefonudur. Qol sahatıdır. Allah sənə rəhmət eləsin, cənab mayor, bizim şəhidimiz, baş tacımız. Mənim də qardaşım 93-cü ildə şəhid olub, 20 yaşında baş kəşfiyyatçı, şəhid Seymur Abişov, serjant, o vaxt indiki çavuş rütbə ilə desək, Ağcabədi rayon Kütlər kəndindən Abişov Seymur Əhmədoğlu şəhid. Yerin cənnət olsun şəhidim. Onu da bildirim ki, xidmət vaxtın başa çatmışdı, pensiya çıxmışdı. Döyüşlər başlayan vaxtı fikirləşmədən, təzədən səfərbərliyə müraciət edərək döyüşlərə qatılmışdır. Və Şuşaya kimi döyüş yollarını keçib, sonradan şəhidlik zirvəsinə ucalmışdır. Diqqətinizə görə çox sağ olun. Allah bütün şəhidlərimizə rəhmət eləsin.